ölkələrdə detoks içkiləri sağlam həyatın simvoluna çevrilib desək yanılmarıq. Bunların hazırlanma qaydası isə çox sadədir. Bəzi insanlar gün ərzində yalnız bu içkilərlə qidalanırlar və bununla da orqanizmlərinin toksinlərdən təmizləndiyini düşünürlər. Bəs görəsən, doğrudan da buna ehtiyac varmı? Detoks bədənin zərərli maddələrdən təmizlənməsi və təbii şəkildə yenilənməsini təmin etmək üçün hazırlanan içki növüdür. Bəs detokslara maraq necədir? Bu mövsümdə detoks içkiləri hazırlayıb içirsiniz? Bəli, içirəm. Xüsusən də gilə meyvələrdən istifadə edirəm. Çünki onların faydası bilirəm ki, çoxdur və əsasən də yay mövsümündə ancaq olurlar. Qışda da yəni ki, bədən o tədarükünü görür. Özüm üçün detoks içkiləri hazırlamıram, düzün demək ki, lazımdırsa. Amma çalışıram ki, istifadə etdiyim içkilər belə qida rasionuma mənfi təsir etməyən içkilər olsun. Xeyr, detoks içkisi içmirəm, amma bu aylarda ən əsasən su bol maya qəbul etməyə çalışıram. Bu içkilər orqanizmin xüsusilə daxili orqanların təmizlənməsi üçündür. Təmizlənmə prosesi əsasən qaraciyər, böyrəklər, dəri və həzm sistemi vasitəsilə həyata keçirilir. Artıq bu içkiləri özümüz evdə hazırlamaqla yanaşı, getdiyimiz restoranların, kafelerin menyularında da təklif olunur. Hətta marketlərin rəflərində belə əlçatandılar. Yəni günü-gündən bu içkilər hər yerdə daha da yayılmaya başlayır. Meyvə, tərəvəz və ədviyyatlarla hazırlanan detokslar gün boyu enerji balansını qoruyur, lakin mütəmadi qəbulu yol verilməzdir. Orqanizm kompleks varlıqdır və o özünü təmizləyəcək orqanlara sahibdir ki, bunlarda da birinci yerdə qaraciyər gəlir. Yəni qaraciyər özü toksiki elementlərdən orqanizmi təmizlədiyinə görə xüsusi təbii funksiyanı pozaraq hər hansı bir müdaxilə etməyə ehtiyac yoxdur. Xüsusilə də son illərdə dəbdə olan detoks içkiləri var ki, burada da daha çox həddindən artıq meyvə tərəvəzlərin şirəsindən istifadə olunur ki, belə olan halda bağırsaqların funksiyası pozulur. Detoks hər kəs üçün eyni şəkildə uyğun olmaya bilər. Prosesə başlamazdan əvvəl həkimlə məsləhətləşmək, qidalanma vərdişlərini mərhələli şəkildə dəyişmək, uzun müddət və həddindən artıq sərt proqramlardan uzaq durmaq məsləhət görülür. Xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkənlərə detoks içkilərinin qəbulu məsləhət deyil. Çünki onların tərkibindəki maye miqdarının olması, şəkər miqdarının daha yüksək olması bəzən və lifli qidalardan az olması, xüsusilə də belə qidalanan insanlar zülal və karbohidrat dəyəri az olan qidalandıqları üçün orqanizmdə vitamin, mineral çatışmazlığı ilə yanaşı eyni zamanda da əzələ etkisi baş verir və bağırsaqların funksiyası pozulduğundan sonradan normal qidaya keçdikdə qəbizliklə ishal bir-birini əvəz edir ki, bu da həzm sisteminin pozulmasına gətirib çıxardır. Bütün bunlar göstərir ki, deməli, detoks bədənin yenilənməsi üçün effektiv bir üsuldur. Lakin bu sağlam və balanslı bir yanaşma ilə həyata keçirilməlidir. Röya Salmanova, Emin Tağıyev, Telesəhər.